Masazır dairəsində, Masazırın quruğunda, ana yolun üstündə. Bax, belə bir yerdə hər dəfə ev çıxmır satışa. Bir daha qeyd edirəm. Masazır quruğunda, düz körpünün yanı, 5 sot torpaq sahəsində, 210 kvadratda, bax, belə bir evimiz çıxıb satışa. Tam təmirli evdir. Evin içində bir qara qəpiklik belə əlavə iş yoxdur. Ümumilikdə 6 otaqdan ibarət olan evdir. Bu hissədə 5-ə bir dənə şkaf yığa bilərsiniz. Bir dənə bu hissəyə şkaf yığa bilərsiniz. Çox iri, hardasa 3,5-ın 8-ə mi, 9-a mı deyim, zal ölçüsüdür. Deməli, evimizin ümumi vaxt girəcək hissəsi sanitar qovşaqlarda ayrı-ayrıdır. Bir-bir sizə göstərəcəm. İstilik sistemi kombidir. Hazırda evimiz ot kimidir. Evdə nə görsə qiyməti daxil saxlanılacaq. Bu hissədə əlavə bir şkaf yığılıb, xırda-mırda əlinizə nə gəldi yığa bilərsiniz bura. Mərtəbə arası monolit, qalxdıq ikinci mərtəbəyə. Bax, 5 dənə də otaq bu hissədədir. Evimiz qeyd etdiyim kimi tam təmir, bir qara qəpiklik belə işi yoxdur evimizin. Qiymət nəzərdə tutulub 190.000 manat. Elə belə desək ki, bax, ana yolun üstündə elə evin öz qiymətinə, torpaq qiymətinə satılır bu. Torpaq qiymətinə. Əlavə məlumat silikdə nömrəmi qeyd edirəm. Sizin də satışda eviniz, torpağınız varsa mənimlə əlaqə saxlayın. Kanala abunə olmağı unutmayın. Sağ olun.